Salam, MHM test bankından termodinamikanın birinci qanununa baxırıq. Birinci sualda bizə deyir ki, izoxor proses üçün. İzoxor prosesdə görülən iş sıfıra bərabər olduğu üçün alınan istilik miqdarının hamısı sərf olunur nəyə? Daxili enerjinin dəyişməsinə. Bu da oldu A variantı. İkinci sualda izotermik proses üçün termodinamikanın birinci qanununu soruşur. İzotermik prosesdə dəyişməyən kəmiyyət hansıdır? Temperatur. Əgər temperatur dəyişmirsə, deməli daxili enerji də dəyişə bilmir. Onda Q istilik miqdarı bərabər olur nəyə? Sadəcə işə A-ə. Q bərabərdir A-nın da olduğu Y variantı. 3-ə baxırıq. 2 mol bir atomlu ideal qazın temperaturu 200 Kelvin artdıqda onun daxili enerjisi neçə kilojoule artar. Baxaq. Deməli, daxili enerjinin dəyişməsi delta U bərabərdir. 3 bölünsün 2 nü RT. Daha doğrusu delta T. Buradan da 3 bölünsün 2, nünün yerinə də bir 2 yazırıq, R-in yerinə bir 8 yazırıq. Delta T-ni də bizə deyir ki, temperatur 200 Kelvin artıb. Yəni, elə temperaturun dəyişməsi 200 Kelvindir. Buradan da 2-lər ixtisar gedir. 3 vurulsun 8-dən 24, 24-ü də 2-yə vurduq, elədi 48, yəni 4800 Kelvinə də çevirəndə 1000-ə bölürük, edir 4,8. Dördüncü sualda 2 böl 3 vurulsun delta U bizə nəyi verir? Baxaq. 2 bölünsün 3 vurulsun P V bizə nəyi verirdi? Delta U-nu, yəni daxili enerjinin dəyişməsini. Buradan 2 böl 3-ü deməli, nə edirik? Delta U-ya vuranda bu bizə PV-ni verir. Bəs PV bizə nəyi verirdi? İşi. Ona görə də bu da oldu Y variantı, qazın gördüyü iş. Beşə baxırıq. Başlanğıc halda daxili enerjisi 6 kilojoule olan ideal qaz adiabatik genişlənmə zamanı xarici qüvvələrə qarşı 4 kilojoule iş görərsə, neçə kilojoule daxili enerjisi qalar? Adiabatik prosesdə istilik miqdarı alınmadığına görə kənardan istilik mübadiləsi kəsilir. O zaman delta U elə bərabər olmuş nəyə? İşin özünə bərabər olur. İndi başlanğıcda əlimizdə 6 kilojoule deməli, daxili enerjimiz var və bunun 4 kilojoule işə sərf olunsa, yerdə nəyi qalar? 6 çıxılsın, 4-dən 2 qalar. 6-cı sual. Verilmiş kütləli ideal qazın izotermik genişlənməsi zamanı izotermikdirsə, yəni temperatur dəyişmir. Temperatur dəyişmirsə, deməli, daxili enerji də dəyişməz. Genişlənmə varsa həcm artar, sıxlıq və konsentrasiya azalar. Deməli, birincinin dəyişmədiyi, ikincinin azaldığı Y variantı. 7-ci sual. Verilmiş kütləli ideal qazın halı PV bərabərdir konstant qanunu ilə dəyişirsə, bu nə deməkdir? PV bərabərdir T söhbətinə görə. Əgər PV konstant qalırsa, deməli bu izotermik prosesdir. İzotermik prosesdə həcmi 3 dəfə azalarsa, daxili enerji, ümumiyyətlə izotermik prosesdə daxili enerji dəyişmir. Çünki o sadəcə temperaturdan asılıdır. Ona görə də Y variantı yazırıq. 8-ə baxdıq. Aşağıdakı proseslərin hansında xarici qüvvələr ideal qaz üzərində müsbət iş görür? Xarici qüvvələr nə zaman müsbət iş görür? Qaz sıxılanda, yəni həcm azalanda. İndi başlayaq. Genişlənmə varsa həcm azalmır təbii ki. Bunun ikisində getdik. İzobar soymada, bəli, izobar soymada ola bilər. Çünki soyuyanda istər-istəməz qaz da yığılır, yəni həcmi azalır. Hər ehtimala qarşı indi düzdür, B variantına oxşayır cavab. Yenə də digərlərinə baxaq. Baxın, digərləri izoxordur. İzoxorda heç ümumiyyətlə həcm dəyişmir. Elə ona görə də cavab oldu B variantı. 9-a baxırıq. Hansı prosesdə verilmiş kütləli ideal qaz istilik miqdarı alaraq xarici qüvvələrə qarşı müsbət iş görür? Bir dəqiqə. Hansı prosesdə verilmiş kütləli ideal qaz istilik miqdarı alaraq xarici qüvvələrə qarşı müsbət iş görür? Nə zaman xarici qüvvələrə qarşı müsbət iş görülürdü? Həcm artardısa.
həcm artmalıdır ki, qaz özü müsbət iş görsün. Və deməli proses verilmişdir. Kütləli ideal qaz istilik miqdarı alaraq. Aha, modem istilik miqdarı alır və aldığı istilik miqdarını işə sərf eləyir. Bu hansı idi? Q bərabər idi H'. Bəs bu nə zaman baş verirdi? İzotermik prosesdə. Yəni daxili enerji dəyişmirdi, ancaq həcm artıb, müsbət iş görüb axı. İzotermik genişlənmə, yəni C variantı. 10-cu suala baxaq. Qablarda olan suların daxili enerjilərini müqayisə edin. Daxili enerji asılı idi nədən? Temperaturdan. Ona görə heç nəyə fikir vermirik. Baxırıq temperatura. 2 və 3-ün temperaturu bir-birinə bərabər olduğu üçün bu ikisi böyükdür 1-dən. 2 və 3-ün 1-dən böyük olduğu Y variantı. 11-ci sualda. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçdikdə daxili enerjisi və sıxlığı necə dəyişir? İdeal qaz bir halından 2 halına keçirsə, baxın mərkəzdən keçdiyi üçün bu xətt, burada da P T-dir, təzyiqlə temperaturdur. Deməli, bu izoxor prosesdir. İzoxor prosesdə sıxlıq nə edir? Dəyişmir. Daxili enerjiyə baxırıq. Daxili enerji asılı idi sadəcə nədən? Temperaturdan. Baxın, temperatur nə edir? Azalır. Əgər temperatur azalırsa, deməli daxili enerji də nə edir? Azalar. Daxili enerjinin azaldığı, bunun da dəyişmədiyi oldu A variantı. Sonra 12-yə baxırıq. İdeal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Bu prosesdə qaz 30 kilojol istilik miqdarı verərsə, onun gördüyü iş nə qədər olar? Baxaq. Bax, bu prosesdə biz görürük ki, bu necə prosesdir? İzobar prosesdir. İzobar prosesdə 0,4 Q bərabər idi görülən işə, 0,6 Q də bərabər idi daxili enerjinin dəyişməsinə. İndi bu prosesdə qaz 30 kilojol istilik miqdarı verərsə, yəni Q bərabərdir 30-a. Q bərabər olarsa 30-a, işi necə tapırdıq? 30-un 0,4-ünü. 30-u bölürdük 10-a, vururduq 4-ə, bu da bizə 12 verir. İdeal qazın daxili enerjisi 9 kilojol artdığı zaman qaz 6 kilojol iş görmüşdür. Qaza verilən istilik miqdarının neçə kilojol olduğunu hesablayın. Baxaq ki, baxın, ideal qaz 9, Q'su 9-dur. Yəni 9 kilojol istilik miqdarı alır. Buradan sahə çaq. Daxili enerji daha doğrusu. Daxili enerji 9-dur. Yəni delta U bərabərdir 9. İş də H' də bərabərdir 6-ya. Baxırıq ki, həm daxili enerji dəyişib, həm iş görülüb və bunlar bir-birinə bərabər deyil. Əgər bunlar bir-birinə bərabər olsa, deyərdik adiabatik prosesdir. U bərabərdir A-ya. Düzdürmü? Bunlar bir-birinə bərabər deyilsə, yeganə hansı prosesdə bunlar ikisi də dəyişə bilirdi? İzobar prosesdə. İndi izobar prosesdə 0,6 Q bərabər olurdu delta U-ya, 0,4 Q də bərabər olurdusa delta bizə dəqiqə işə, delta nə idi? İşə, onda biz buradan Q-nü tapa bilərik. Necə? Elə kəmiyyətin biri ilə. Məsələn, 0,6 Q bərabərdirsə 9-a, buradan Q-nü tapmaq üçün nə edirəm? 9-u bölürəm 0,6-ya. Bu da olur 90 bölünmüş 6. Bu da eləyəcək nə bizə dəqiqə? Bu da 15-ə bərabər olmuş oldu. On dördə baxırıq. İzoxor qızma zamanı bir atomlu ideal qaz neçə jol istilik miqdarı vermək lazımdır ki, qazın daxili enerji də. Deməli, izoxor prosesdirsə, izoxor prosesdə Q nəyə bərabər idi? Yəni, bütün alınan istilik miqdarının hamısı nəyə sərf olunurdu? Delta U-ya, daxili enerjinin dəyişməsinə. İndi daxili enerji 250 jol dəyişibsə, deməli, elə Q də alınan istiliyin miqdarı da 250 kilojoldur. Bu da elədir D variantı.